Bir də var zikir ki, ən böyük yardım diləmə zikridir. Kimin dərdi və sıxıntısı çoxalarsa, o la havlə və la quvvətə illə billah zikrini desin. İnsan həqiqətən bu kəlmənin mənası, dərinliyi, Allah qatında dəyərini bilsə, heyrətə gələr və təəssüflənər ki, niyə bu zikri, yəni bu qədər güclü, bu qədər əhatəli bu zikirdən insan necə qafil olub, necə bundan əl çəkib. Nədir o? La havlə və la quvvətə illə billah. Yəni, güc, qüdrət sahibi yalnız Allahdır. Yəni, çox dərdin, sıxıntın varsa, deyənə ki, la havlə və la quvvətə illə billah. Çünki bu söz insanın öz gücsüzlüyünü qəbul edib, hər şeyi Allaha təslim etməsi, işləri ona həvalə etməsi deməkdir. İnsan bu sözlə göstərir ki, heç bir şeyi özü edə bilməz. Hər şey yalnız Allahın izni və gücü ilə olur. Bu söz bütün kainatda baş verən dəyişikliklərə də aiddir. İstər yerdə, istər göydə, bütün dəyişikliklər və onları etməyə güc yalnız uca Allahındır. Subhanallah.